Qəbul imtahanına düşə biləcək belə bir sualın izahına baxaq gəlin bir yerdə. X -3-ə yaxınlaşdıqda bu ifadənin limitini bizdən soruşur. Bunun üçün mən -3-ü birinci növbədə yerinə yazıram. -3-ü yerinə yazıb hesabladığım zaman 0 bölünsün 0 alıram. Bu da qeyri-müəyyənlik yaradır və bu qeyri-müəyyənlik yaratdığı üçün başqa bir üsuldan istifadə edirəm. Gəlin baxaq. Limit x yaxınlaşanda -3-ə mən burada sürətdən 3x-i mötərizənin xaricinə çıxarda bilərəm. Qalar x üstə gəlinsin 3. Məxrəcdəki ifadənin yerinə isə müxtəsər vurma düsturunun köməyi ilə x üstə gəlinsin 3, x kvadratı çıxılsın 3x üstə gəl 9 formasında yaza bilərəm. Və gördüyümüz kimi sürətlə məxrəcdəki x üstə gəl 3 ixtisar gedir. Deməli, nəticədə biz alırıq ki, 3x bölünsün, x kvadratı çıx 3x üstə gəl 9. Bundan sonra isə mən artıq rahat şəkildə -3-ü yerinə yazıram. -3 vurulsun 3, 9 üstə gəl 9, üstə gəl 9. Burada 27-də -9 alındı. Bu da -3-də bir y variantı.